Bugün biz çok xüsusi bir yerdəyik. Suraxanı Gəl Muzeyində toplaşmışıq. Bu gəmi həm tariximizin bir hissəsi, həm də səbrin, dözümlülüyün və uzun yolun rəmzidir. Elə şəhidlərimizin və müharibə iştirakçılarımızın da həyat yolu böyük fədakarlıqlarla doludur. Adaliya International Ladies Platformun tərəfdaşlığı ilə həyata keçirilən şəhid ailələri və müharibə iştirakçıları ilə iş layihəsi çərçivəsində baş tutur. Gəlin keçmişimizi yad edib, birlikdə gələcəyə baxaq. Çıxış üçün söz verilir. Dənizçilərə Dəstək İctimai Birliyinin sədri Faiq Balabəyli. Hoş gelip söz ve burada biraz adam isteyip kederlensin, kederlenebilir. Sözsüz şəhid ailələri, onların övladları, anaları, nəvələri bizim bu tədbirlər toplaşıblar. Amma düz 5 yıl bundan qabaq Azərbaycan ordusunun Ali Başkomandanı, Azərbaycan xalqı misli görülməmiş bir iş gördü, illərlə, hətta əsrlərlə, 200 ildən çox əsarətdə qalan torpağımızı, dövlətimizi tam azad elədi. Yəni Azərbaycanın işğal altında olan torpağından kənar belə Azərbaycanın özü elə bir vəziyyətdəydi, adam elə gəlirdi ki, biz kimdənsə asıl vəziyyətdəyik. Amma sentyabrın 20-si, 27-sində 2020-ci ildə heç kəsin gözləmədiyi bir məqamda Ali Başkomandanın bir əmri ilə ordumuzun ayağa qalxması, torpaqlarımızı azad eləməsi həm də ona gətirib çatdırdı ki, 1-ci Qarabağ müharibəsində şəhid olan insanlarımız, əl olan insanlarımızın ruhu şad oldu, vücudları şad oldu ərlərimizin. Çünki onlar illər idi bunu gözləyirdilər ki, nə vaxtca, haçansa elə bir sərkərdəmiz olacaq ki, hücum əmri verəcək. Ayrı-ayrı yerlərdən, ayrı-ayrı döyüşçülərimiz, zabitlərimiz, siyasət adamlarımız həm sahədə, həm stolda, belə deyək də, çıxışları ilə erməniyə, ətlərini tutanlara qalib gəlirdilər. Ancaq bu qalibiyyət kütləvi deyildi, bu qalibiyyət parça-parça idi, hissə-hissə idi və bunlar toplandı bir yerə. Bugünlər bizim tədbirimiz burada göründüyü kimi şəhid ailələri yazır və müharibə iştirakçıları ilə işdir. Əslində qalsa, Azərbaycanda bu iş bütün sahələrdə, bütün illərdə, bütün aylarda, bütün günlərdə davam edir. Həm parlamentdə, həm prezident parasında, həm ayrı-ayrı strukturlarda heç vaxt şəhid ailələri ilə, müharibə iştirakçıları ilə bağlı iş yaddan çıxılmır, unudulmur. Bu günlərdə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün elan elədiyi kiçik qrant müsabiqəsinin qalibi olan Dənizçilərə Sosial Dəstək İctimai Birliyi həmin işin bir hissəsini görməkdədir, davam etməkdədir. Sizə qısaca təşkilat haqqında məlumat verəcəm. Məlumat verməmişdən qabaq sizin bir daha hər birinizə təşəkkürümü bildirirəm və təşəkkürümü həm də o insanlara bildirirəm ki, bizim çağırışımızı dəvət ediblər. Bizim bu tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin üzrü tanınmış jurnalist, qələm adamı və siyasət adamı Vüqar Rəhimzadə iştirak edir. O hamımızın sevimlisidir. Mən dəfələrlə görmüşəm ki, belə tədbirlərdə harada ordu, harada şəhid, harada döyüşçü adı varsa, bu kişi oradadır. İşinin hamısını geri qoya bilər, ikinci, üçüncü dərəcəli məsələlərə yerləşdirə bilər. Amma bu tədbirlərdə iştirak edir, ona təşəkkür edirlər. Tanınmış qələm adamı, Ağdamdan olan, özü, ürəyi, cəbhə ilə döyünən, həm də Naşir Zaur Ustaz burada iştirak edir, ona xüsusi təşəkkürüm var. Və o ilə yaxındır ki, bu gün artıq muzey kimi biraz bəri 10 ildir fəaliyyət göstərir və Azərbaycan gəmiçiliyinin ənənəsini, tarixini aşağıda gördünüz, o eksponatları gördünüz, özündə. Ona və onun komandasına təşəkkürümü bildirirəm və yenə deyirəm, ən böyük təşəkkür o insanlara düşür ki, bu günlər onların ruhu şaddır. Bu günlər onların balaları
buradakı birinci Qarabağ müharibəsində iştirak edən və vətən fədailərim qeyri-hökumət təşkilatının Xəzər Dəniz Neftonunma idarəsi üzrə komanda olaraq bu işləri görürdük. Harda dənizçi adı varsa, harda dənizçi övladı, dənizçi şəhidi varsa, biz orada bu işləri gerçəkləşdirirdik. Axırda elə qərara gəldik ki, bunu rəsmiləşdirək və rəsmiləşdirdik. Bizim real qəhrəmanları bax, bu gün həmin o vətənimizin azadlığı uğrunda canlarını fəd etmiş o insanlardılar, o qəhrəmanlardılar. Və 44 günlük 2-ci Qarabağ savaşında, istər 1-ci Qarabağ savaşında doğrudan da Azərbaycan oğullarının nə qədər böyük şücaət göstərdiyini, nə qədər qəhrəmanlıq nümunəsini ortaya qoyduğunu zaman keçdikcə bu filmlərdə, əsərlərdə, poemalarda və digər bizim doğrudan da tarix üçün yazılacaq möhtəşəm layihələrdə yer alacaqdır. Və bu insanlar Azərbaycanın uzun illər həsrətində olduğu bu torpaqlarımızın işğaldan azad olunmasında Müzəffər Ali Başkomandan, möhtərəm cənab prezidentimizin dəmir yumruğu ətrafında birləşərək Azərbaycan ordusunun gücü, qüdrəti, Azərbaycan xalqının dəmir birliyi ilə və cənab prezidentimizin Müzəffər Ali Başkomandanın qətiyyəti, cəsarəti ilə məhz bizim o uzun illərin işğalda olduğumuz o torpaqlar, işğal altında olan torpaqları azad elədilər. Çox sağ olun, çox təşəkkür edirəm. Mən də gələn qonaqların hər birini salamlayıram. Vüqar müəllimdən sonra, Faiq müəllimdən sonra deyəcək çox sözüm qalmadı. Amma biz Adalya Beynəlxalq Qadın Platforması olaraq hər zaman şəhid ailələrinin yanındayıq. Biz platforma olaraq indiyə qədər bir neçə şəhid ailələrinə, daha doğrusu şəhidlərin xatirəsinə bir neçə filmlər də çəkmişik və qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin dəstəyi ilə, maliyyə dəstəyi ilə hal-hazırda da biz yenə də Faiq müəllimin həyata keçirdiyi şəhid ailələri və müharibə iştirakçıları ilə iş layihəsinə dəstəyik. Salam, hörmətli tədbir iştirakçıları, mən sizin hamınızı bu günləri burada iştirak edən şəhid ailələri adından salamlayıram. Hamınıza çox sağ olun deyirəm. Çox hörmətli Xəzər dəniz övladlarının valideynləri, şəhid övladların valideynləri, xoş gördük hamınızı. Mən bu günləri burada şəhid balaların qəhrəmanlığı nəticəsində vətənimizin müstəqilliyi, yəni 20 yanvar hadisələrindən sonra vətənimizin müstəqilliyi və iki müharibənin şəhidlərinin hesabına vətənimizin birliyinin şahidi oluruq və bununla biz qürur duyuruq. Sipər edənlər qorxmadı, ömrünü itirəcəkdir. Vətən öz uğruna şəhid gedənin yerində min uğur bitirəcəkdir. Danışmaq çətindir xatirələrdən, hansına toxunsan həyat qoxuyur. Salam aleyküm, hər vaxt xeyir olsun. Allah şəhidlərimizə rəhmət eləsin. İnşallah qazilərimizə can sağlığı, qeytlərimizə uzun ömrü görsün. Faiq kapitan, təşəkkür edirik. Mən də hər birinizi salamlayıram və hörmətli Faiq müəllimə, dəyərli Adalya Beynəlxalq Platformunun rəhbəri Dilşad xanıma təşəkkür edirəm ki, belə bir tədbirin ərsəyə gəlməsində həqiqətən həm əziyyət çəkiblər. Təşkilatçılığında Faiq müəllimə, dənizçiləri, sosial ictimai məsuliyyət birliyinin sərində xüsusi təşəkkürümü bildirirəm. Şəhid ailələrinin, şəhid övladlarının qarşısında çıxış etmək təbii ki, bir məsuliyyət daşıyır. Hər bir şəhidimizə Allah'a rəhmət edirəm. Xoşdur ki, bu tədbirdə bugün birlikdəyik. Bugün mənim üçün çox önəmlidir, çünki həm bugün veteran kimi burada iştirak edirəm, həm də bu gəmi atamı 15 illik işlədiyim gəmidir. Atam həmçinin dənizçidir. Ümumiyyətlə, qeydilə dövlət dəstəyi agentliyindən öz təşəkkürümü bildirəm ki, qeyri-hökumət təşkilatlarından belə layihələrin keçirilməsinə icazə verilir, şərait yaradır. Azərbaycan dövlət tərəfindən şəhid ailələrinə daimi diqqət göstərilir. Cənab Prezident həm çıxışlarında da bunu qeyd edir. Ağır alsın, öz çiğnərimizə hiss etmişik və mən özüm də Cəbrayıl rayonuna məcburi köçkün düşmüşəm. Sağ olsun, var olsun. Allah rəhmət eləsin, ruhu şad olsun. Təşəkkür edirəm ki, bu günləri bizi bura gətiriblər. Şəhidlərimizə rəhmət eləsin, həmçinin də mənim atama. Çox sağ olun, necə deyim, həmişə bütün tədbirlərdə bizim də adımızı anırsınız. Təşəkkürlər.
həm siyasi, ictimai həyatda mənlə həmkar olan dostlarım burada iştirak etdilər və hər birinə öz minnətdarlığımı bildirirəm. Biz təşkilat olaraq hədiyyələr müəyyənləşdirmişik. Burada nələr var? Demək, kitablardır, suvenirlərdir, gəmi lövbərləri və ilaxır və s. Vətən müharibəsində adlanan bu kitab birinci Vətən müharibəsindən bir ili tamam olana qədər tərəfindən yazıldı və burada 300'ə yaxın dənizçi və dənizçi ailəsindən olan döyüşçilərimizin haqqında, onların döyüş yolu, həyat yolu haqqında məlumatlar dərc olundu. Yəni, bu gördüyümüz işlərdən biridir. Qarabağ müharibəsinin ilk qalib generalı Polad Həşimov haqqında yazdığım kitab. Onlar qəhrəmandır, yenə də dənizçi şəhidlər haqqında, döyüşçülər haqqında, Vətən müharibəsində iştirak edən, onlar haqqında yazdığımız kitab və çəkdiyimiz xırda metrajlı film